Hazır. Mən Əli Rza Radıman, mütəvəllid 1340 Əqqasi Nurda xidmət izləyirəm. O zaman ki, dövrün rahnumayı şagird idim. Bizim bir dənə müəllimimiz var idi, Allah rəhmət eləsin, Kərim Aşuri adında. Ülumumuza gələrdi. Bir gün klasda başladı, bir-iki morid Əqqasidə söhbət elədi. Mən oradan Əqqasiyə çox əlaqə tapdım və peygir oldum. Onda da mütəəssifanə belə mənabezat yoxdur. Çox çətin idi ta o İttilaat Əqqasini ələ gətirmək. Allah rəhmət eləsin, şəhid Hüseyn Qasımbəyli var idi. O mənə Əqqasxanamı açmaqda çox köməklik elədi. Sonra ki, o Əqqasxananı mən açdım, yoldaşlarımıza deyərmiş ki, gedin Əli Rzada izafə əhs saldırın. Qoyun Əli Rza həm biləxərə təşviq olsun, həm də təmrini olsun. Ta ki, dilsərd olmasın bu işi idamə verməyə. Əvvəl nəhsi ki, mən saldım, o zaman Döktür Qasımbəyli, mənim elə Əqqasxanamda mənə çox köməklik eləmişdi. Mənim Əqqasxanamda idi, dedim elə yaxşı olar, əvvəl nəhsi səndən salam. Əhsiləri ki, salardıq, gərək yumağına tarixxanada olaydıq. Tarixxana tarixi mütləq idi. Yəni, bir zərrə əgər bir yerdən nur gəlsəydi, o film asıb görərdi. O qədim ki, həmkarlarımızdan fori əks salardılar. Bir dənə durbin olardı, başlarına qərə parça atardılar. Otağı tarix həmən o durbinin üstündə idi. Əvvəlin durbini ki, Rubideldən qabaq başladım. Buyurdu. Lenzi də təlq idi, özü də təlq idi. Keyfiyyəti çox aşağıdır vaqiyyəti. İkinci durbini ki, mən aldım. İkinci durbin buyurdu. Həmən bu qisməti açardım, bağlardım o aqrandismanın aşağısına. Ondan yenə dubara əhsi bir hesaba salanda aqrandismanın üstündən açıb gətirib bağlardım durbin Rubitelin üstünə. Əvvəl nəfəri ki, əhərə durbin Əqqasi gətdi, mərhum Neymətullah xan Bayburdu idi. Ki, o durbinlə mərasimatda, idarətdə, zadda əks salardı. Allahın lütfü ilə sal 59-dan ki, mənim nə mənə filmlərim var, hər kim baxsa deyər elə əlan salınır. Mənim də sərmayəm o müştərilərimdir ki, Allaha çox şükür, buradan xoş xatirə ilə razı gediblər. Əhsi ki, salınır, imkanı var, biri gəlir deyir ki, filan, mən zəhmət çəkməcinin, heç mən bədəksəm. Dərsə ki, o bədəkçi deyir ki, imkanı var, indiyəcən o əqqasa getməyib ki, o təşxis verə o əqqas ki, hangi zaviyədən munəkçisi yaxçı düşər. Qədimi əqqaslardan rəhmətli Əsgər Bədri idi, Şəhridarı çarrahında əqqasxanası vardı. Ondan da sonra bir tədad əqqaslar ki, az cümlə rəhmətli Əkbər Zərifi idi və dostuydu. Hətta o zaman ömrün axırlarında gəldi məndə əks saldırdı. Əksin dilə vurmuşam, buradadır. O zaman rəhmətli Əkbər Zərifi var idi, Yusuf Cəfərzadə var idi, Cəmişid Gülüstan Əqqasi, Gülistan adı ilə Cəmişid Turançey var idi. Ali və Həmid Bəzzazi Qədim var idi. Əbilfəz Şəhriyar var idi. Onda bəlavə İbrahim Dibazər var idi ki, xor işlərdilər. Kərim Şəmsabadı var idi ki, jandarmeri yanında idi, onlar ilə xor işlərdilər. Allah rəhmət eləsin. Əhərin neçə dövrə ki, nümayəndəsi olubdur, Hacı Qasım ağa memarıdır. Bu da bizim əxəvidir ki, Allah ölənlərdə rəhmət eləsin. Əqqasxanada mənlə bahəm işlərdi, Əbdülrüza Gərəngahı. Sal 65-də, 65-in 11-ci ayın 4-də Şələmçədə Kərbəlayi Fənc əməliyyatında şəhid oldu. Əvvələn müştəri ki, gələr mənim Əqqasxanama, vaqiyyəti mən əvvəl onu qonaq billəm. Qonaq da Allahın qonağı billəm, sonra öz qonağım billəm. Əlimdən gələn yerəcəndə çalışıb, vuruşub, təlaş elərəm ki, ona bir əks salam ki, buradan razı ola salam. Əks yadigarı o ləhəzat-ı şirin zindəgidir ki, səbt olur. Adam özü gedir, bemürür zaman dünyadan. Tənha o ki, qalır adama, o əksidir. Amadəsiz. Bəli. Bəzən bir dənə sadə əks, xilası xatirə bir ömr zindəgidir.